Salam uşaqlar, bu gün sizlə Çin, Hun, Hindistan mövzularının video izahına baxacağıq. Deməli, Çin dövləti Asiya qitəsinin şərqində yerləşir deyirik. Ərazisinə 2 dənə çay keçir, Vuxanxi və Yangtze çayları. Vuxanxi çayını Gəzən çay, Azan çay, Minbir fəlakət çayı və Çinin bəlası, bəzən Sarı çayı da adlandırılır. Eradan əvvəl 3-2-ci minillikdə deyirik ki, Xuanxe vadisi sahilində erkən sivilizasiya formalaşıbdır. Testlərə həmişə düşür. Xuanxe vadisində erkən sivilizasiyanın formalaşması neçənci minillikdir və ya xronologiya kimi düşmüş olur. Eradan əvvəl 2-ci minillikdə deyirik ki, Çində Şan qəbiləsi tərəfindən ilk qullar dövləti yaradılmış olacaq. Eradan əvvəl 6-cı əsrdə dəmir emalına başlandığını deyirik biz. Eradan əvvəl 4-3-cü əsrlər isə Çində vuruşan padşahlıqlar dövrü hesab olunur. Yəni vuruşan padşahlıqlar dövrü başlayır 4-cü əsrdən, bitir 3-cü əsrdə. Daha sonra bu vuruşan padşahlıqların içində axırda Sin sülaləsinin qələbə qazanacaq. Eradan əvvəl 221-ci ildə Çini vahid bir dövlət şəklində birləşdirilmiş olacaq deyəcəyik. Və Sin şüayın özünü Çinin birinci hökmdarı adlandıracaq və bir sıra tədbirlər görəcək. Çinin ilk dəfə vahid dövlətdə birləşmiş olması, daha sonra Çində vahid ölçü, təkcə bu sistemin tətbiq edilməsi, Çin 36 vilayətə bölünməsi, Çinin mərkəzləşdirilmiş bir dövlətə çevrilmiş olması, hakimiyyətin başında imperatorun durması məsələlərin burada qeyd edilir və imperatorun fərmanları hər kəs üçün keçərli idi. Əgər ona qarşı kimsə çıxardısa, ona qarşı amansızlıq törədildi, yəni cəzalandırılırdılar. Eradan əvvəl 214-cü ildə deyəcəyik ki, Sin sülaləsi Çin səddini inşa etmiş olacaq. Bunun da səbəbi olacaq ki, Çinlilər Teymur Tanhu ilə mübarizə apardığı bir dövrdə Çinlilər Hunların hücumlarının qarşısını almaq üçün deyir ki, Çin səddini inşa etmiş olurlar. Amma Hunların hücumlarının qarşısını dayandıra bilmirlər. Deməli, Sin sülaləsi Teymur Tanhu ilə mübarizə aparıb, yəni ki, Hunlarla bunu yadda saxlayın. Çünki testlərə həmişə qarışdırırlar. Sin sülaləsi kimdən mübarizə aparıb, Xan sülaləsi kimdən mübarizə aparıb. Daha sonrası Xan sülaləsi eradan əvvəl 206-cı ildə hakimiyyətə gələcək, eramızın 3-cü əsrinə qədər. Və onlar da həmçinin Hunlarla mübarizə aparmış olacaqlar, amma bu zaman Hunlarda başçı Mete Tanhu olacaq, yəni Teymurun oğlu. Hunlarla Çin arasında eradan əvvəl 200-cü ildə deyəcək ki, Pinçin döyüşü olacaq. Pinçin döyüşündən sonra isə bunlar Pinçin sülhünü imzalayırlar eradan əvvəl 200-cü ildə. Həmin sülhün şərtlərini biz Hun mövzusunda qeyd eləmiş olacaq. Daha sonra deyirik ki, işğalçı müharibələr nəticəsində Çin ərazisi genişlənmiş olacaq. Həmçinin onlar Vyetnamın bəzi vilayətlərini, Korey ərazisini işğal etmiş olacaqlar. Han sülaləsinin hakimiyyəti dövründə deyirik ki, kənd təsərrüfatını canlandırmaq üçün Sin sülaləsinin dövründən qalmış, tərk edilmiş kəndləri yenidən məskunlaşdırmağa başlayacaqlar. Boş torpaqlar əkilib becərməyə başlanacaq. Və Çin dövləti Xan sülaləsinin dövründə vahid xalqa çevrilmiş olacaq. Bunu yaddan çıxartmayın. Vahid dövlət desə Sin sülaləsidir, amma vahid xalq desə Xan sülaləsini qeyd eləməliyik. Daha sonra eradan əvvəl 2-ci əsrdə Çində böyük ipək yolu salınmış olur və ipək yolunun salınmasının Xuanxe Yangtze çayının birləşməsinə heç bir əlaqəsi yoxdur. Testləri işləyəndə mütləq buna fikir verin. Daha sonra Xan sülaləsinin dövründə hakimiyyətə qarşı müəyyən üsyanlar olur. Bu üsyanların ikisini biz öyrənirik. Biri Qırmızı Qaşlar, biri Sarı Sarıqlar üsyanıdır. Qırmızı Qaşlar üsyanı eramızın 1-ci əsrində baş vermiş olur. Sarı Sarıqlar isə 184-cü ildə olmuş olur. Hər ikisi Çində Xan sülaləsinin hakimiyyət dövrünə düşmüş olur deyirik və Qırmızı Qaşlar üsyanı yatırılır. Sarı Sarıqlar üsyanı 20 il ərzində mübarizə aparır Xan sülaləsinə qarşı. Düzdür, uzun müddət apardığı bir mübarizəyə baxmayaraq o sülalədə, daha doğrusu həmin üsyanda məğlub olacaq. Amma üsyanın Çin üçün bir sıra nəticələri olacaq. Xan sülaləsi bu üsyan nəticəsində zəifləmiş olacaq və 3-cü əsrin əvvəllərində deyəcək ki, Xan sülaləsi süqut edəcək və Sarı Sarıqlar üsyan ən əsas önəmi odur ki, quldarlıq quruluşu böhran keçirilmiş olur. Bu testlərə çox düşür. Daha sonra Çində kimləri qul edirdilər? Müharibə vaxtı təbii ki, əsir düşənləri həmişə qul ediblər. Bir də kimlər ki, öz vergini, icarə borclarını ödəyə bilmirdisə, həmin şəxsləri də Çində qul elan edirdilər deyirik. Daha sonra gəlir Çin mədəniyyət məsələsinə. Çinin özünə məxsus yazısı var ki, bu eradan əvvəl 2-ci minillikdə yaradılmış hieroqlif yazıdır. Yazını Çinlilər ilk vaxtlar bambuk lövhələrin üzərində yazıblar, amma imperatorun fərmanları isə ipək parçanın üzərində yazılıb. Bu bir istisnadır. Həmçinin onlar sonradan yazı yazmaq üçün deyildi ki, kağızı belə ixtira eləmiş olacaqlar.
Daha sonra Misirlilər kimi bunlar da özlərinə təqvim yaratmışlar deyə qeyd edirik. Daha sonra onların dağlar və dənizlər haqqında kitabları da var deyirik. Daha sonra bir dənə məşhurdur bunların tarixçisi var idi ki, Smatisyan idi. Onun Çin tarixini Herodot adlandırırlar. Onun tarixi qeydlər əsəri var, bunu unutmayın. Və eradan əvvəl 6-cı, 5-ci əsrlərdə Konfutsi təlimi yayılmağa başlayır Çin ərazisində. Amma bir istisna məsələsi var, testlərə çox düşür. Konfutsi təlimi Sin sülaləsinin hakimiyyəti dövründə rədd olunur. Yəni ki, onu yaymalar ölkədə, ona qarşı çıxırlar. Amma Xan sülaləsi hakimiyyətə gələndən sonra Konfutsi təlimi ölkədə bir ideologiyaya çevrilmiş olur. Yəni təbliğat olunur, təbliğ edirlər. Amma Sin ona qarşı çıxır dediyimiz kimi. Bunu unutmayın, bunu testlərə mütləq salırlar. Daha sonra buraya sizin bir çox şey cəhət yazmışam. Misir manna Çində hieroqlif yazıdan istifadə olunur və bu illər əvvəl qəbula düşmüş bir sualdır və topluda var. Çində isə ilk dövlət deyirik ki, eradan əvvəl 2-ci minillikdə formalaşıb, amma Çində vahid dövlət desək, o artıq eradan əvvəl 221-ci ildə yaranmış olandır. Daha sonra sizə baxacağıq Hun mövzusunun izahına. Deməli, Hun dövləti eradan əvvəl 3-cü əsrin ikinci yarısında yaranıbdır. Çinlə oxşar cəhətli yaranma dövrü. Və dövlətin başçısı, yəni dövləti yaradan şəxs Teymon Tanhudur. Teymon Tanhu eradan əvvəl 220-dən 209-a qədər hakimiyyətdə olub. Hakimiyyət dönəmi mütləq əzbərləyirsiniz. Paytaxtda Tükən şəhəri olub deyirik. Daha sonra Hun dövləti təbii ki, türk mənşəli dövlət olur. Biz Hunlar haqqında uşaqlar ilk məlumatları eradan əvvəl 2-ci minillikdə Çin mənbələrdən əldə edirik. Hətta onların ilk siyasi birlikləri belə eradan əvvəl 2-ci minillikdə yaranıb. Bunu da unutmayın, eyni dövrə düşür. Hunların belə deyək, məskunlaşdığı ərazi Orxon və Selena çaylarının arasında olan bir ərazi idi. Əsas məşğuliyyətləri köçəri olduqları üçün daha çox ovçuluqla məşğul olub, vardı köçəri maldarlıqla. Onların ərazisində böyük çöl deyilən bir ərazi var idi ki, bu Gobi səhrasından Qara dənizə qədər uzanan bir ərazini əhatə edirdi. Teymur dövründə bayaq Çin mövzusunda dediyimiz kimi Çinlilərlə mübarizə olub. Amma sülaləni də yadda saxlayırıq. Teymur Tanhu Sin sülaləsinə mübarizə aparmışdı. Mehdi Xan sülaləsi, bunu unutmuruq. Teymur Tanhu'nun dövründən sonra bayaq dedik ki, dövründə daha doğrusu Çinlilər Hunların hücumlarına qarşısını almaq üçün Çin səddi inşa ediblər. Amma Çinlilər Hunların hücumları dayandıra bilmirlər. Mehdi Tanhu isə eradan əvvəl 209-dan 174-ə qədər hakimiyyətdə olurdu, qeyd edirik bunu. Yəni həm 3-cü əsrdə hakimiyyətdə olub, həm 2-ci əsrdə. Mehdi Tanhu Xan sülaləsinə mübarizə aparıb, bunu yadda saxlayırsınız. Mehdi Tanhu'nun dövrü Hunlarda daha güclü dövr hesab edilmiş olur. Onun dövründə deyirik ki, mərkəzi hakimiyyət möhkəmlənir, ordu sahəsində islahatlar keçirilir. Ordunu onluq, yüzlük, minlik, 10 minlik dəstələrə bölürlər və onların dövründə düşmənin qorxuya salan fitcan oxlar icad olunur, ixtira olunur. Bu onlar üçün səciyyəvi bir özelliyi idi. Daha sonra Mehdi hakimiyyətdə olanda Mərkəzi Asiyada yaşamış 26 tayfanı özünə tabi etmiş olur və Mongol və Tibet tayfalarını özünə tabi eləmiş olur. Tibet tayfalarını burada yaxşı yadda saxlayın. Bu bizə Uyğur mövzusunda nəyisə xatırlatmış olacaq deyəcəyik keçəndə. Daha sonra Çində hakimiyyətdə olan Xan sülaləsinə Mehdi Tanhu eradan əvvəl 200-cü ildə Pinçində döyüşürlər. Pinçin döyüşündə Turan taktikasından istifadə olunur. Bunu yaddan çıxartmayın. Pinçin müqaviləsi imzalanır həmin ildə hər iki tərəf arasında. Müqavilənin şərtlərində deyirik ki, Xan sülaləsi hər il Hunlara xərac verməyə məcbur idi. Çinin şimalı Hun dövlətinə verilməli idi. Ticarət yolları Hunların nəzarətinə keçməli idi. Baxın, burada fikir verməlisiniz ki, sualda Xan sülaləsinin dövrü yazılmış olsun və fikir verməlisiniz ki, Çinin şimalı Hun dövləti keçmiş olsun, cənubu, şərqi, qərbi yox. Daha sonra bu döyüşdən sonra deyirik ki, Hun dövlətinin ərazisi çevriləcək böyük bir imperiya. Dövlətin sərhədləri şərqdə Koreyadan, qərbdə Xəzər dənizinə, şimalda Sibirdən, cənubda Kaşqara qədər geniş bir ərazini əhatə edilmiş olacaq deyirik. Eradan əvvəl 1-ci əsrin əvvəllərində Hun dövlətinin daxilində çəkişmələr baş verəcək. Bu da Çinin müdaxiləsi ilə olur. Və eradan əvvəl 58-ci ildə və ya 1-ci əsrin ikinci yox, daha doğrusu 1-ci yarısı olacaq. Bu rəqəm texniki səhv edib. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Hun 2 hissəyə bölünür, şərqə və qərbə. Qərbi Hunların Titi Tanhu rəhbərlik edir deyirik. Şərqi Hun isə Çinə tabi olacaq.
və Xan sülaləsi hakimiyyətdən edəndə Şərqi Hun da hakimiyyətdən devriləcək. Tisit Hunun dövründə deyəcəyik ki, ölkənin ərazisi Tarı dağlarının şimalını, İstiq gölün ətrafını əhatə etmiş olacaq. Eradan əvvəl 36-cı ildə isə İpək yoluna nəzarət uğrunda Xan sülaləsi ilə Hunlar arasında yenidən mübarizə baş vermiş olacaq. Və eradan əvvəl 36-cı ildə deyəcəyik ki, Qərbi Asiya Hun dövləti süqut eləmiş olacaq. Və süqut etdiyi üçün Hunlar deyirlər ki, qərb istiqamətində gedəcəklər. Gəlir idarəetmə sisteminə. Dövlət el adlanırdı Hunlarda. Elin təməlində isə dövlət və xalq dayanırdı bir sözlə. Amma bunlar da Misir və Şumerlər kimi hakimiyyətin Tanrıdan gəldiyinə inanırdılar. Bunu unutmuruq. Ordunun əsaslı süvarilər təşkil edilibdi. Axirət dünyasına bunlar da inan var idi. Göy Tanrı'ya inanırdılar həmçinin bunlarda şamançılıq var idi. Şamançılıq Göy Tanrı ile insanlar arasında olan vasitəçi deyirik. Daha sonra deyirik ki, eradan əvvəl 1-ci min əvvəlləri Misir, eradan əvvəl 1-ci min sonu Asiya Hun dövləti üçün bir dənə oxşar cəhətimiz var ki, hakimiyyət uğrunda bunlarda mübarizə olur və dövlətlər ayrı-ayrı hissələrə parçalanmış olur. İndi isə sizlə baxırıq Hindistan mövzusu izahına. Hindistan Asiya materikinin cənubunda Hindistan yarımadasında yerləşmiş olur. Yarımadanın qərbində Hind çayı, şərqində Qanq çayı axır. Eradan əvvəl 3-cü minillikdə Hind çayı vadisində şəhər xarabalıqları aşkarlanıb deyirik ki, eradan əvvəl 2-ci minillikdə bu şəhərlərin əhalisi bilinməyən səbəbdən ölkəni tərk edib. Eradan əvvəl 2-ci minillikdə isə ölkəyə köçəri olan ayrı tayfalar gəlirlər. Onların başçılarına biz racələr deyirik. Eradan əvvəl 11-ci əsrdə Hindistanda dəmir emal edilmiş olur və biz Hindistanda qullara yad və düşmən deyəcəyik, necə ki Misirdə canlı ölülər deyildik. Eradan əvvəl 1-ci minillikdə Hindistanda dövlətlər yaranmağa başlayır artıq. Eradan əvvəl 6-cı əsrin sonunda isə Əhəmənilər Hindistana hücum edir və Hindistanın şimal-qərbini işğal edəcək deyirik. Eradan əvvəl 327-ci ildə isə Makedoniyalı İskəndər Hindistana yürüş edir və Hind çayına qədər olan əraziləri ələ keçirir. İskəndər digər əraziləri ələ keçirməyə cəhd göstərsə də, sadəcə əsgərləri yorulduğu üçün və əhali də güclü müqavimət göstərdiyi üçün mübarizəni dayandırır deyirik. Maurya sülaləsi Hindistan ərazisində eradan əvvəl 317-180-ci illərdə hakimiyyətdə olur və yadda saxlayırsınız ki, Maurya sülaləsi İskəndərlə mübarizə aparmayıbdı, ancaq Makedoniyalılarla mübarizə aparıb. Və Maurya sülaləsinin bir nümayəndəsi var ki, Chandragupta, o Makedoniyalara qarşı mübarizə aparır və İskəndərin tutduğu Hind çayına qədər olan ərazini geri qaytarır. Daha sonra isə Maurya sülaləsinin ən görkəmli nümayəndəsi Ashoka olur. Ashoka eradan əvvəl 3-cü əsrin ikinci yarısında deyirik ki, Hindistanın vahid dövlətdə birləşdirir. Bu, Hun və Çinin oxşar cəhətdə bunu yadda saxlayırsınız, çünki 3-cü əsrin ikinci yarısında hərbi dövlət formalaşır. Ashoka hakimiyyəti dövründə bir sıra islahatlar keçirilir və o islahatları əhaliyə çatdırmaq üçün 30 cəng kitabə qoyduracaq deyirik. Ashokanın təbliğ elədiyi din isə Buddizm idi. Eradan əvvəl 180-ci ildə isə Maurya sülaləsi hakimiyyətdən gedir və Hindistan ayrı-ayrı dövlətlərə parçalanır deyirik. Hindistanda eradan əvvəl 12-ci 11-ci əsrlərdə və ya 2-ci minillikdə deyirik ki, kasta formalaşmış olur. 4 əsas kasta var idi. Bunlar keçmiş adları Brahma, Kshati, Vaişi, Şudradır. İndi bunu bu formada yadda saxlamağınıza ehtiyac yoxdur. Kahinlər, döyüşçülər, kəndlilər, dən kasıb insanlar kimi yadda saxlasınız kifayətdir. Eradan əvvəl deyirik ki, 3-cü əsrdə Hindistanda sütunlar inşa edilmiş olacaq. Həmçinin eradan əvvəl 3-cü əsrdə 4 şir heykəldə inşa edilmiş olur. Eradan əvvəl 1-ci əsrdə isə daşdan yorulmuş darvaza tikilmiş olur. Hindistanlıların elm aləminə verdiyi əsas töhfələrdən biri 0 rəqəmini ixtira etmələridir və 10 rəqəmli hesabı ixtira etmiş olmalarıdır. Baxın, onluq yox. Onluq Misirlə Şumerə aiddir. 10 rəqəmli isə aiddir Hindistana. Hindistan şahmat oyunun vətənidir və onlar şahmata dövründə qoşun deyirlər. Bunun da deməklərinin səbəbi şahmatın figurlarını Hindistan ordusuna bənzətmələridir. Və şahmatın figurları fil sümüyündən hazırlanırdı deyirik. Hindistanda ən qədim müqəddəs qanunlar toplusuna biz Veda deyəcəyik. Hindistanda eradan əvvəl 6-cı əsrdə deyəcəyik ki, Qamata tərəfindən Buddizm dini yayılmağa başlayır. Bu
Buddizmin əsas mahiyyəti kastlara qarşı çıxmış olması idi. Yəni ki, o insanları bərabər hüquqlu sayırdı, təbəqələrə bölmürdü. Hindistanda buraxma baş tanrı hesab olunur. Məsələn, necə ki, Misirdə Amon, Şumerlərdə An baş tanrı deyildi. Hindistanda da buraxmaya insanların və dünyanın yaradıcısı kimi baxdıqları üçün biz onu baş tanrı hesab edirik. Daha sonra kastaya məxsusluq Hindistanda irsi idi. Bu nə deməkdir? Yəni ki, varlığın oğlu gələcəkdə varlı təbəqəsinə mənsub olacaqdır. Aşağı təbəqənin kasıb əhalisinin əvvəl kasıb olmalı, yəni bu dəyişməyəcəkdir. Yer kürəsini onlar şar şəklində təsvir edirlər deyirik. Həmçinin kvadrat və kubun köklərini çıxarda bilirlər deyirik. Əsasən yazdıqları vasitə palma yarpaqları idi. Amma Misir deyilən üzr istəyirəm. Hindistanda hər bir ölkənin tərkibində deyirik ki, insanlar yazı yazmağı bacarıblar. Sadəcə o yazının hansı yazı olduğu, nə formalı bir yazı olduğunu biz bilmirik. Sadəcə deyirik ki, Harappa ərazisində hələ də sirri açılmayan yazıları aşkar edilir. Yəni onlar yazıya malik olublar. Daha sonra nə yadda saxlayırsınız? Misirdə, Şumerdə, Albaniyada və Hindistanda insanlar möhürlərdən istifadə ediblər. Amma Çin və Hindistan ərazisinin insanları çox tanrılı olub, bunu unutmursunuz və qeyd eləmiş olursunuz.